Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyekel fərəc. Məkasib kitabından 306-cı dərsi oxuyuruq. Məsələmiz də məlumdur. Baxaq görək hansı münəccim kafir hesablanır. Bu barədə artıq biz müəyyən rəyləri oxumuşuq. Bugünkü dərsimizdə də üçüncü qismi oxuyuruq. Yəni münəccim, hansı etiqadda olsa, o kafir hesablanır. İki qismi qabaqda oxumuşuq. İki qismin qabaqda biri bu idi ki, bəzi münəccimlərin etiqadı budur ki, ulduzlar bu aləmi idarə eləyir və yerdəki hadisələri icad eləyir. Bu bir qism münəccimin əqidəsidir. İkincisi bu idi. Onlar deyirlər, ulduzlar yerdə olan hadisələri eləyirlər, əncam verirlər. Amma Allah Taala müəssir-i əzəmdir. Bu da iki qismidir. Üçüncü qism budur ki, bəzi münəccimlərin etiqadı budur ki, bütün bu hadisələri istinad verirlər ulduzlara. Özü də ki, bu hadisələrlə ulduzların arasında olan rabitə yandırmaqla odun arasında olan rabitə kimidir. Məsələn, Allah Taala necə ki, odda yandırmaq xüsusiyyəti qoyub, eyni zamanda bunlar da deyirlər ki, yerdə olan hadisələrin ulduzlarla rabitəsi onun kimidir. Yəni, ulduzlarda Allah bu xüsusiyyəti qoyubdur. Filan ulduz filan yerə gedəndə filan hadisə baş verir. Odla yandırmaq nə cür bir-biri ilə bağlıdır, nə cür bir-birinə rabitəsi var? Deyirlər ki, hadisələrin də ulduzlarla o cür rabitəsi var. Bu da bir növ əqidədir ki, üçüncü qism münəccimlərin etiqadı budur. Burada da bizim alimlərimizin demək olar çoxu deyirlər ki, belə bir etiqadda olan münəccim kafirdir. Və lakin yenə şəhid-i əvvəl buyurur ki, xeyr, buna kafir demək olmaz. Bəlkə bu xəta eləyibdir. Bəlkə bu səhv eləyibdir. Şəhid-i əvvəlin rəyi yenə bu barədə digər alimlərlə müxalifdir. Mərhum Şeyx Murtəza Ənsari buyurur, Əs-Salis, üçüncü qism, yəni münəccimin etiqadının üçüncü qismi, istinadul əf'al iləyha kə istinadul ihraq ilən-nar. Buyurur, əf'al, yəni yerdə olan, baş verən hadisələr, bu hadisələrin ulduzlara istinadı, rabitəsi eynən ihraqla narın arasında olan rabitə kimidir. İhraq yandırmaqdır, nar da ki, oddur. Necə ki, yandırmaq oda nisbət verilir, yəni Allah odu xəlq eləyəndə onun içində yandırmaq xüsusiyyətini qoyubdur, ulduzlarda da bu xüsusiyyəti qoyubdur. Bu da bir etiqaddır ki, bəzi münəccimlərin etiqadı budur. Mərhum şeyx buyurur, və zahiru kəlimat-ı kəsirin mimma təqəddəm, qabaqda söylədiyimiz o alimlərinin çoxunun sözlərinin zahiri budur ki, kovnu hazəl etiqad kufrən. Belə bir etiqad küfrdir. Yəni, belə bir etiqadda olan münəccim kafirdir. İlla, yenə də burada mərhum şəhid-i əvvəl
müxalifət eləyir bu sözlə. Yəni şəhid əvvəlin nəzəri budur ki, belə bir etiqadda olan münəccim kafir deyil. İlla ənəhu qala şeyxunəl mutəqəddim fil qəvaid bədəl vəcheynil əvvəleyn. Yalnız, bəli, bizim şeyximiz, yəni şəhid əvvəl, şeyxunəl mutəqəddim ona görə deyir ki, biz dünən sırağı dərsləri şəhid əvvəlin sözlərini oxuduq. Ona görə də Şeyxunəl Mutəqəddim, yəni bizdən qabaq, yəni biz qabaq söylədiyimiz ustadımız şəhid əvvəldən ki, Qəvaid kitabında Bədəl vəcheynil əvvəlin 2 dənə vəchədən sonra 2 dənə vəchə qeyd elədim. Biri bu idi ki, dedik, münəccimlərin bəzilərinin etiqadı budur ki, ulduzlar müdəbbir aləmdirlər, aləmi idarə eləyirlər və hadisələri icad eləyirlər. İkinci etiqad bu idi ki, bu hadisələr ulduzlara nisbət verilir, vəli, amma Allah müəssir-i əzəmdir. Bu 2 dənə vəci qəvaiddə deyəndən sonra şəhid əvvəl belə deyibdir. Amma ma yuqal, yəni şəhid əvvəlin qəvaiddə bu 2 vəcidən sonra söylədiyi sözləri mərhum Şeyx Murtəza Ənsari nəql eləyir. Buyurur, şəhid deyibdir, min istinadil əf'al iləyha, əf'alı, bu hadisələri ulduzlara nisbət vermək, ka istinadil ihraq ilənnar. Eynən odu yandırmağı oda nisbət vermək kimidir. Və qeyruha minəl adiyyat. Ya məsələn, bu misalımızdan başqa o işlər ki, adi işlər ki, həyatda baş verir, görsən bu işi ona nisbət verirlər, o işi ona nisbət verirlər. Burada da elə onun kimidir. Yerdə olan baş verən hadisələrin istinadı ulduzlara, kəvakibə onun kimidir. Beməna, yəni necə? İstəyir onu məna eləsin. Şəhid buyurub, beməna, bu mənada ki, Ənəllaha Teala əcra adətəhu, Allah öz adətini belə cari eləyibdir. Yəni, Allahın adəti budur. Ənnaha izə kanət əla şəklin məxsusin, Allah belə cari eləyib bu adəti. Ki, filan ulduz bu şəkildə olsa, av vəzin məxsusin, ya məsələn filan ulduza yaxınlaşsa, yəfəlu ma yunsabu iləyha. O işləri görəcəklər ki, o işlər nisbət verilir nəyə? Ulduzlara. Yəni Allah bunlara belə bir xislət qoyub, belə bir xüsusiyyət qoyubdur ki, filan ulduz bu şəkildə olsa, filan hadisə baş verəcək. Və yaxud filan ulduza yaxın olsa, bu hadisə baş verəcək. Necə ki, yandırmağı odda qərar verib, bu ulduzlarda da bu xüsusiyyətləri qərar veribdir. Və bu xüsusiyyətləri ulduzlara qərar verdiyi üçün hansı işlər ki, hansı ulduza nisbət verilib, o ulduzda, o vəziyyətdə olduğu təqdirdə həmən hadisə baş verir, həmən hadisələri eləyirlər. Etiqad budur. Yəni, bunu Allah adi qaydada bunu belə qərar veribdir. Və yəkunu rəbtul musəbbəbat biha kərəbtil musəbbəbatil ədviyyə vəl-əğziyyə biha məcazən. Və şəhid buyurubdur ki, bu səbəblər ki, rabitəsi var ulduzlarla, eynən dəva, dərman və yemək, necə ki, bunlarda bir xüsusiyyətlər var, nisbət verilir onlara, elə ulduzlarda da bunun kimidir. Məsələn, ədviyyə. Məsələn, filan dərmanı atırsan, filan dərman atandan sonra şəfa tapırsan. Burada səbəb müsəbbəb oldu. Burada bu şəfanın tapmağın səbəbi nə idi? O dərmanı atmaq, o dərmanı içmək. Əslində, şəfanı kim verir? Şəfanı əslində
Allah verir. Və lakin o dərmanın xüsusiyyətində qoyubdur ki, o istifadə olunandan sonra şəfa gəlsin. Yəni bu da məcazi mənadadır. Məcazi mənada. Yəni əsl burada şafi, əsl burada şəfaət verici kimdir? Uca Rəbbimizdir. Və lakin adi bir qayda qoyubdur. Deyir, bu dərmanı at və şəfanı tap. Ya məsələn, filan yeməyi ye, bu əsər olacaq. Əslində əsəri qoyan Allahdır və lakin məcazi mənada o yemək orada səbəbdir. O yeməkdə o xüsusiyyət qoyubdur. Ulduzlar da belə. Yəni, əslində bu hadisələri yaradan Allahdır və lakin xüsusiyyəti qoyub o kəvakibdə, o ulduzlarda. Ona görə buyurur və yəkunu rəbdul musəbbəbat biha, bu müsəbbəbat yəni o yerdə olan hadisələr, biha yəni kəvakibə, yəni o yerdə olan hadisələrin o ulduzlarla rabitəsi kərəbdil musəbbəbatil ədviyyə vəl-əğziyyə biha. Eynən dəva və yeməklərin, müsəbbəblərin onlarla rabitəsi kimidir. Dediyimiz kimi, necə bu dəvanı, bu dərmanı içirsən, şəfa tapırsan, ya bu yeməyi yeyirsən, bu əsər baş verir. Bunların necə əlaqələri var məcazi mənada? Ulduzların da yerdə olan hadisələrlə o cür əlaqələri var. Və etibarı rəbtil adi. Özü də ki, bu rabitə ki var bunların səbəblə müsəbbəblərin arasında, bu rabitə adidir. Adi, yəni Allah bunları elə adi formada bu cür qərar verib. Nə lə rəbtil əqliyil həqiqi. Nəinki burada bir rabitə əqli həqiqidir. Bəlkə məcazi mənadadır. İşləri burada görən Allah özüdür. Sadəcə adi formada qərar verib bunların arasında. İndi bu münəccim də belə deyir də. Deyir ki, Allah Taala belə bu xüsusiyyəti qoyub bu kəvakibdə və bu kəvakib filan bu işi filan yerə gedəndə, filan ulduza yaxınlaşanda bu hadisələr baş verir. Necə ki, dərmanı içirsən, şəfa tapırsan, yaxud bir yeməyi yeyirsən, məsələn, mədən açılır. Burada necə rabitələri var bir səbəblə müsəbbəbin arasında, ulduzlarla da eyni bu hadisələrin arasında belə rabitə və əlaqələri var. Şəhid əvvəl deyib ki, belə bir etiqadda olan münəccim kafir deyil. İnşallah bu bəhsin hələ şəhidin sözünün davamını sabah davam edərik. Elhamdülillahi Rabbil aləmin.